Cambridge imtahanı haqqında ən vacib suallara cavab veririk. Övladınız üçün uyğun olan Cambridge imtahanı təbii ki, onun bilik səviyyəsi və yaş qrupuna uyğun olaraq müəllim tərəfindən təyin edilir. Əvvəlcə Starters, Movers və Flyers imtahanları tələbələrdə təməl biliklər və motivasiya yaratmaq üçündür. Daha sonra Key for Schools və Path for Schools imtahanları onların müstəqil istifadə səviyyəsini ölçür. Ən böyük hədəf isə təbii ki, FCE imtahanıdır. Bu həm akademik, həm də ümumi olaraq qlobal uğura aparan ən tanınan sertifikatlardan biridir. Mənə gəlir ki, ən əsas özünə inam qazandırır. Əsas da gənc tələbələrimizdə özünə inam, dərslərə maraq və dil öyrənmək üçün daha da motivasiya qazandırır. Daha sonra təbii ki, sistemli bilik və bacarıqların öyrənilməsi və qiymətləndirilməsi eyni zamanda da gələcəyə böyük perspektivlər açır. Əsas da bu FCE imtahanı üçün keçərlidir. Çünki universitetə qəbul zamanı və ya digər bir proqramlara qəbul zamanı çox mühüm bir rol oynayır. Cambridge imtahanları tələbələrdən eyni zamanda vaxt idarəçiliyini tələb edir və bunun üçün də xüsusi bir təcrübəyə malik olmalıdırlar. Və bəzən də çox yaxşı dil biliyini olan tələbələrimiz belə vaxtlarını səmərəli şəkildə istifadə eləmədiklərinə görə imtahanlarda çətinlik çəkə bilərlər. Cambridge sertifikatlarının ən üstün cəhəti də bundan ibarətdir ki, onlar ömürlükdürlər və yeniləmə tələb etmirlər. Ona görə də uşaqlar bu sertifikatları, bu imtahanlara nə dərəcədə erkən yaşdan başlasalar bir o qədər yaxşıdır və starter səviyyəsi üzrə sertifikatları ardıcıl olaraq toplanması onlara gələcəkdə FCE və digər mühüm bir imtahanlarda çox böyük dəstəkçi olacaq və artıq imtahan sisteminə tanış olduqlarına görə daha rahat şəkildə imtahanlardan keçəcəklər.